Bugün dünyaya nəzər salsaz, dünyanı zülmət bürüyüb, fəsad bürüyüb, insanları fəsada tərəf sürükləyirlər. Bilirsiniz nə üçün belədir? Çünki dünyaya tağutlar hakim olub, onların qanunları hakim olub. Bu qanunlar insanın ağlını işdən salır, vəhm, şəhvət və qəzəb qüvvəsini insana hakim edir. Əgər bu qüvvələr insana hakim olsa, insanı heyvan səviyyəsinə salar. Heyvanlarda da bu qüvvələr hakimdir. İnsanı heyvanla fərqləndirən onun ağlının olmasıdır. Əsl budur ki, insanlar insani dəyərlərlə yaşasın. Amma bu çirkin qanunlarla insanları heyvan kimi yaşamağa sürükləyirlər. Baxın, siyonistlərin fikirləri belədir, onların ideologiyası belədir. Onlar özlərindən başqa olan insanları heyvan gözündə görürlər. Özləri deyirlər ki, insanlar bizim üçün insan şəklində olan heyvanlardır. Onlar yaradılıblar ki, bizim üçün qul olsunlar, bizim xidmətimizdə olsunlar. Diqqət etsək, bu təfəkkürlərini, bu düşüncələrini əməli şəkildə də həyata keçirdiblər. Elə bir qanunlar töküblər ki, bu qanunlar insanlarda vəhm, şəhvət və qəzəb qüvvəsinə hakim edir. İnsanlarda dediyimiz kimi, bu qüvvələr hakim olsa, insanlar heyvan səviyyəsinə düşəcək, heyvan kimi yaşayacaq. Bu qanunların kənarında insan üçün insan azadlığı şüarını səsləndirirlər. Bunların azadlıq şüarı nədən ibarətdir? Deyirlər, insanın ürəyi hər nə istəyir edə bilər. Bir kişi üzdən iraq ola bilər, qadın üzdən iraq ola bilər. Bir qadın istədiyi qədər kişilərlə münasibət qura bilər. Bunların öz yaxınları ilə, məhrəmləri ilə münasibət qurmağı insan azadlığından bilirlər. Bunların bu qanunları o qədər çirkindir ki, insan bəzi şeyləri dilinə alıb deyə bilmir. Baxın, bu dediklərimiz bunların çirkin qanunlarıdır. Bu qanunlar insanları heyvan səviyyəsinə salır. Heyvanlar da belə yaşayırlar. İnsani dəyərlərin insana hakim olması insan azadlığından sayılır. İnsani dəyərlərdə ağıl hakim olur. İnsanda ağıl qüvvəsi hakim olsa, heyvani xislətlər ondan uzaqlaşacaq. İnsan ağlının əsasında addım atacaq. Əgər cəmiyyətlər, xalqlar bunların bu çirkin qanunlarına tabi olsalar və yalançı azadlıq şüarına aldanaraq ürəkləri hər nə istəyir etsələr, bilsinlər ki, onlarınəsirinə çevriliblər, onların köləsinə çevriliblər. Və onlar da həmin bu cəmiyyətləri, bu xalqları öz mənfəətləri üçün qurban edəcəklər. Həmən xalqları, cəmiyyətləri alçalaraq idarə edəcəklər. Necə ki, Firon öz qövmünü alçalaraq idarə edirdi. Allah Teala Quran-ı Kərimdə buyurur, Firon öz qövmünü alçatdı, onlar da ona itaət etdilər.